Salam dostlar, hər vaxtınız xeyir. Mən Ləman Qarazadə. Bugün sizlə daha bir qəbul tipli sınaq izahına baxırıq. Artıq qəbula sayılı günlər qalıb və bu son günlərdə təkrar etməyin ən yaxşı yolu sınaqları və qəbulları işləməkdir. Bu baxımdan yenidən bir sınaq paylaşdım sizinlə Telegram kanalımızda və hal-hazırda onun izahına baxırıq. Başlayırıq mətnlərdən. Yenə listening suallarımız yoxdur bugün. Sadəcə mətnləri sürətli işləməyin yolları və qrammatikadan vacib hissələri qeyd edəcəm sizin üçün. Birinci sualdan başlayırıq. Hər zamanki kimi təkrar edirik. Mətnləri işləməyin ən yaxşı yolu nədir? Təbii ki, oxumadan, tərcümə etmədən sadəcə sualların cavabını mətndə axtarmaq. Bu qayda ilə gəlin birinci sualdan başlayaq. 6.1. Modern advertising encourage people to buy more than they need. Deyir, müasir elanlar insanları daha ehtiyacı olandan daha çox şey almağa bir növ həvəsləndirir. Gəlin baxaq, burada bizə əsas lazım olan elə birinci cümlədən encourage sözü məsələn tapa bilərsiniz. Orada olan sözlərdən eynilik təşkil edən encourage, buy more products than they need actually need. Deməli, burada yazıb ki, bugünkü müasir cümlə sosialda, society'da, yəni müasir cəmiyyətdə reklamlar, elanlar insanları ehtiyacı olduğundan daha çox məhsul almağa cəlb eləyir. Cümlədə də heç bir inkar, əks mənalı bir şey olmadığına görə deməli cavab true olur, A variantı. İkinci suala baxırıq. Online shopping has made consumer more cautious about spending. İndi ola bilər cümlədə bilmədiyimiz sözlər ola bilər, tam tərcümə eləyə bilmərik. Əsas bizə lazımdır ki, bəzən tərcüməsiz belə biz onları yaza bilək. Yəni, sözlərin öz tərcüməsini bilməsək də mətndə axtaraq, mətndə eynilik təşkil edən bir şey yazaq, ona uyğun bir sinonim tapaq və s. Deyir ki, cümlədə ümumiyyətlə, online shopping alış-veriş istehlakçıları xərcləmə məsələsinə daha ehtiyatlı olmağa vadar eləyib. Əksinə, daha ehtiyatlı deyil. Burada online shoppinglə bağlı yazır ki, baxın bu hissədə qeyd edilir, cümlənin özünü tapmasaq da. Online shopping getdikcə böyüyür. Məsələn, sürətli dəbə görə izləyirlər, inexpensive, treat collection. Məsələn, bu abzasda bundan danışır ki, online shopping böyüyür, insanlar fast fashion, sürətli dəbi izləyirlər. Onlar ehtiyacları olmayan paltarları alırlar, hətta bir neçə dəfə baha və s. Burada da deyir ki, ehtiyatlı olmağa, onları pullarını ehtiyatlı xərcləməyə təşviq eləyir. Deməli, yanlış oldu. Çünki online shoppingin olması ilə insanlar daha ehtiyatlı yox, əksinə daha bədxərcli olurlar. 6.3-ə baxırıq. Many people use credit card to buy clothes they cannot fully afford. Deyir, bir çox insan öz gücləri ilə, tam gücləri ilə ala bilmədikləri paltarlar üçün kredit kartları istifadə edirlər. Bəli, təəssüf ki, belədir. Bizim burada açar sözümüz hansı sözdür? Kredit kartı. Biz bu kredit kartları olan hissəni tapmalıyıq və görüb cümlənin doğruluğunu yoxlamalıyıq bu hissədə. Görək doğrudur, yoxsa yox. Deyir ki, bəzi ölkələrdə, such as Britain, bəzi Britaniya ölkələri məsələn, fərdlər daha çox pulu xərcləyirlər paltara hər il. Hətta bəzən onlar öz güclərini ala bilmədikləri paltarı kredit kartları ilə də alırlar. Deməli, cavab oldu A variantı doğru. 6.4-ə baxırıq. All donate clothes are successfully sold by charities. Deyir, bütün iyanə olunmuş paltarlar, geyimlər, donate iyanə etməkdir, bağışlanmışdır. Bütün bağışlanan geyimlər xeyriyyə təşkilatları tərəfindən satılır, uğurla satılır, bütün hamısı satılır. İndi gəlin baxaq burada, bizə lazımdır xeyriyyə təşkilatı olan hissə, onların satılması və s. Bununla bağlı görək hansı hissədə. Baxın, yazır ki, bu hissədə, bu abzasda göstərilir. Clothes charity. Baxmayaraq ki, bəzi insanlar geyinmədikləri arzu olunmaz paltarlarını xeyriyyə təşkilatlarına iyanə eləyirlər. Ancaq cannot be resold. Bu paltarlar keyfiyyətinə və dəbinə görə yenidən satıla bilmir. Cannot be resold. Burada isə satılır deyir. Ona görə cavab oldu B variantı. Gördüyünüz kimi sadəcə cümlələri tapmaqla doğru və yanlış olduqlarını müəyyən etmək mümkündür. Keçirik 7-ci suala. Fast fashion is described as clothing that, deyir ki, sürətli fashion, yəni dəbin dəyişməsi, dəb sürəti və s. kimi tərcümə eləmək olar. Is described, təsvir olunur as clothing that. Yəni, sürətli moda dedikdə hansı geyim nəzərdə tutulur? Necə təsvir olunur? Hansı paltar kimi təsvir olunur? Bunu mətni axtarmadan belə yazmaq olar. Düzdür, bu hissədə cavabı var. Baxın, mətndə bu hissədə var. Amma məntiqlə də tərcümə eləyə bilən tələbələr varsa, tərcümə ilə işləyənlər 100% ki var. Onlar üçün deyim ki, məsələn, burada
fast fashion deyəndə nəyi nəzərdə tutulur? Hansı paltarlar nəzərdə tutulur sürətli deyəndə? Bahalı, məsələn, A variantında deyir ki, expensive, bahalı paltarlar və uzun ömürlü. Təbii ki, deyil. Sürətli dəb heç vaxt uzun ömürlü olmur. Tez-tez dəyişir və çox vaxt keyfiyyətsiz olur. Bu hardasa uyğun gəlir, baxa bilərik. Çox dəbli və gündəlik görünüş üçün uyğun. Bu gündəlik olub olmaması işi korlayır, çünki mətndə elə bir şey yoxdur. Az miqdarda istehsal olunur, belə bir şey də yoxdur və təkrar emal üçün nəzərdə tutulmuşdur. Recycle təkrar emal, deməli bu da deyil. Onda cavab oldu B variantı. Tez-tez dəyişən və keyfiyyəti aşağı olan paltarlar fast fashion adlanır. Onların deməli çox keyfiyyətli deyil. Hardan bilirik onu da? Məsələn, yuxarıda burada bayaqki sualın yanında abzas var idi. Burada yazmışdı ki, bu paltarlar geniş miqyasda olurlar. Ətraf mühitdə problemlər yaradırlar, tullantı, çirklənmə və s. Tez satıla bilmir keyfiyyətinə görə, zəif keyfiyyət olduğuna görə, baxın poor quality və tez-tez dəyişir belə dəblər. Ona görə də burada yəni keyfiyyətsiz və tez-tez dəyişən variantını götürdük. Cavab oldu B variantı. 8-ə baxırıq. Suala cavab vermək lazımdır. Deməli, why is overconsumption considered a problem deyir. Niyə həddən artıq consumption istehlakdır? Həddindən artıq istehlak nə üçün problemdir? Nə üçün ola bilər? Ətraf mühiti çirkləndiririk, istifadə olunmayan şeylər yaranır və s. İndi A variantı deyir ki, məşğulluq imkanlarını, iş imkanlarını artırır. Təbii ki, yanlışdır. B-də deyir, istehsal xərcini azaldır. Əksinə istehsal xərcləri artır. Çünki çox tələbat olur, hamı alır, yəni tələbat varsa xərclər artmalıdır. C variantında deyir, maliyyə borcuna və ətraf mühitə ziyan vura bilər. Bəli, C variantı doğru cavabdır. Çünki insanlara maliyyə baxımından zərər verir, borclara salır, kredi kartlarından istifadə edirlər və ətraf mühiti çirkləndirir. Bu paltar artıq istifadə olunmursa tullanmalıdır və tullanırsa ətraf mühit çirklənir. Ona görə cavab C variantıdır. Heç digərlərinə baxmağa ehtiyac yoxdur və təbii ki, siz bunu mətndən də tapa bilərsiniz. Hardan? Baxın bu hissədən. Deyir, bu pullar financial problemlərə səbəb olur. Personal debt, şəxsi borclara səbəb ola bilər. Həmçinin bu bir abzasda da financialdan sonraki hissədə də environmental problemlərdən danışır. Ətraf mühitin çirklənməsi, təbii ki, yəni ekstrem dərəcədə consumption olarsa, baxın elə overconsumption sözünü tapıb bu abzasda da biz bunun cavabını tapa bilərik. Deyir ki, ətraf mühitin çirklənməsinə, ekstrem dərəcədə xərclərin artmasına, environmental impact təsirləri var və s. Ona görə də cavab oldu burada C variantı. Baxırıq növbəti 9-cu suala. Sustainability sözünün mənası. Sustainable davamlı deməkdir. Yəni ətraf mühitə zərəri olmadan, zərər vermədən davamlı şəkildə istifadə oluna bilən bir şey olmalıdır. Bu da baxaq görək variantlardan. Məsələn, A variantında deyir ability maintain, balansı qorumaqdan danışır. A variantında deyir ətraf mühitə zərər vermədən tarazlığı qoruma qabiliyyəti. Elə cavab A variantı olacaq. Ətraf mühitə zərər vermədən without harming, balansı qorumaq təbiətlə. Bəli, bu davamlılıqdır. B variantı bir şeyi daha böyük, daha yaxşı, daha pis təmsil etmək ümumiyyətlə əlaqəsi yoxdur. Reprezent təmsil etməkdir. C variantında ucuz malların istehsalı, istehsalat deyil davamlılıq, tamam başqa bir şeydir. D-də əlçatan olması, yəni hər kəs üçün istifadəyə hazır olması, bu da deyil. Y variantı isə kənd yerlərində onlayn alış-veriş heç ümumiyyətlə əlaqəsi yoxdur. Ona görə də cavabımız oldu burada A variantı. Keçirik 10-cu suala. Hansı suallara cavab var mətndə? Fashion influence people's daily life deyir, dəb insanların gündəlik həyatına necə təsir eləyir? Baxın, orada gündəlik həyatdan danışmır. Dəb insanlara ümumiyyətlə necə təsir eləyir? Pul baxımından zərər verir, ətraf mühiti çirkləndirir. Amma insanların gündəlik həyatı, gündəlik həyat tərzi ilə bağlı məlumat olmadığına görə biri götürə bilmirik. 2. What problems are caused by fast fashion? Sürətli fashion, yəni dəb, fashion daha doğrusu harda, nəyə səbəb olur? Hansı problemlərə? What problems are caused by fast fashion? Nəyə səbəb olur? Təbii ki, ətraf mühitin çirklənməsinə, tez-tez dəbdən düşür deyə, tez-tez də yeniləmə məcburiyyətində olurlar və insanlara maddi baxımdan, deməli onda 2-ni götürürük. Why do people buy more than they need? Deyir, insanlar niyə ehtiyacları olandan daha çox şey alırlar? Reklamlara görə, sosial mediadakı reklamlar, hətta birinci cümlə idi mətndə, bayaq oxuduq. 4-də, what is the buy nothing trend? Deyir ki, buy nothing trendi nədir? Dırnaq içində yazıb deyil, deməli xüsusi nəsə bir şeydir. Gəlin biz bunu mətndən axtaraq görək. Buy nothing trendi nədir? Heç nə almama trendi.
və bununla bağlı mətndə hansı hissədə qeyd olunub? Buy nothing trend deyir. Bu trend insanlara daha az pul xərcləməyə sövq eləyir ki, yəni onlar ancaq davamlılığa fokuslansınlar. Ətraf mühitə zərər verməyən şeyləri alsınlar. Bəli, trendin nə olduğunun izahı var. O zaman 4-ü də götürə bilərik. Bir də how many clothing brand, hansı brendlər mövcuddur qlobalda? 5-in də cavabı yoxdur, çünki brendlərdən danışmır, tamam, başqa sahədən söhbət gedir. 2, 3, 4. Yəni burada cavab olan suallar ancaq bunlardır. Keçirik növbəti mətnə. Eyni qayda ilə, ümid edirəm burada hər şey aydın oldu. Gördüyünüz kimi sürətli şəkildə sadəcə cümlələri mətndən axtararaq hər bir suala cavab verə bildik. Keçirik ikinci mətnə. Deməli, 11-ci sualdan başlayırıq. Yenə eyni qayda ilə oxumadan sadəcə sualları mətndə axtararaq cavablandırmağa çalışacağıq. Birinci sualdan başlayaq. Millennials are considered a small part of the modern workforce. Workforce işçi qüvvəsidir. Deyir ki, buradakı millennials əslində tərcüməyə falan baxsaz minilliklər kimi göstərəcək, amma düzgün tərcümə deyil. Burada bir qrup, bir nəsil insandan söhbət gedir. Yəni işçi qüvvəsindən insanları nəzərdə tutur. Sadəcə necə Z nəsli deyirlər, nə bilim alfa nəsli, beta nəsli falan deyirlər. Bu da onun kimi bir addır, bir termindir. Millennials are considered deyir ki, bu millenlər, belə deyək, müasir işçi qüvvəsinin kiçik bir hissəsi hesab olunurlar. Kiçik bir hissəsi, müasir işçi qüvvəsinin kiçik bir hissəsi. Baxın, yazıb ki, a significant proportion of the global workforce. Bunlar, hansı ki 80-90-cı illərdə doğulan insanlardır və hazırki dövrdə, bu dəqiqə, qlobal işçi qüvvəsinin əsas əhəmiyyətli hissəsini bu insanlar təşkil edir. 80-90-larda doğulanlar. Burada isə deyir ki, small part, kiçik bir hissəsidir. Deməli, cavab oldu B variantı. İkinciyə keçirik. Millennials cannot balance their personal and professional life. Deyir ki, bu şəxslər peşəkar və şəxsi həyatlarını tarazlaşdıra bilmirlər. Bizim açar sözümüz burada nədir? Personal and professional life. Və təbii ki, onların adları. İndi həmin hissəni tapırıq və onların balanslarını qoruyub qoruya bilməyəcəklərini müəyyən edirik. Baxın, bu hissədədir və yazır ki, onlar hər taskı yerinə yetirirlər. Hər şeyə çox güclü dərəcədə emphasize təsir eləyirlər və balansı maintain, qoruyub saxlaya bilirlər. Maintain, qoruyub saxlamaqdır. Cavab olacaq A variantı. Yox, burada cannot deyir, saxlaya bilmir. Ona görə cavab B variantıdır. Birinci cümlənin təsdiq inkar olmağına baxmaq çox önəmlidir. Cannot dediyinə görə B variantı. Üçüncü suala baxırıq. Millennials measure success mainly by the number of hours worked. Deyir ki, onlar uğuru əsasən işlədiyi saatların sayı ilə ölçürlər. İşlədiyi işlərin saatın sayı ilə. Baxın, burada belə bir hissə var idi. Onlar işlədiyi işin saatına yox, yazmışdı ki, ofisdə keçirdikləri vaxta yox. Baxın, bu abzasda. İşlərinin əsas productivity olması ilə, yəni məhsuldarlığı ilə ölçürlər. İşlərdə əsas productivitydir burada. İşlədikləri saat deyil, ofisdə keçirdikləri saatdan daha çox işin məhsuldarlığına önəm verirlər. Deməli, burada da cavab yanlış olacaq, çünki iş saatına deyir asılıdırlar, bu səhvdir. 11.4-ə baxırıq. Ethical values can influence millions loyalty to a company. Deyir ki, etik davranışlar, etik dəyərlər onların sədaqətinə təsir göstərə bilər. Yəni, şirkətə qarşı olan sədaqətlərinə təsir göstərə bilər etik davranışlar. Baxaq, burada bizə açar söz ethic value-dur. Baxın, bu hissədə qeyd olunub. Ethic value also play a crucial role. Bəli, onların sadiqliyinin formalaşmasında etik dəyərlər çox önəmli rol oynayır. Deməli, təsir eləyə bilirsə, bəli, cavab olacaq A variantı. Doğrudur. Keçirik 12-ci suala. 12-ci sualda mətnə əsasən cümləni tamamlamaq lazımdır. One important reason for high turnover among millennials is that they, deyir ki, onların işlərini tərk etməyinin əsas səbəbi odur ki, yəni bizə mətndə onların işdən niyə ayrılmaqlarının səbəbi. Turnover işdən ayrılmaq, yəni böyük bir çevrilim yaşamaq deməkdir. Onlar arasında yüksək bir dövriyyənin olmasının səbəblərindən biri də nədir? Məsələn, iş saatlarına üstünlük verirlər. Bunu bayaq dedik ki, iş saatına üstünlük vermirlər. B variantıdır ki, karyera inkişafı ilə maraqlanmırlar. Təbii ki, yanlış olacaq belə şeylər. C variantıdır ki, kifayət qədər sadiq deyirlər.
Axı onlar sadiqdirlər, sadəcə bu sadiqliyə etik davranışlar təsir eləyir. Bu da yanlışdır. D variantı, iş yerində deyir, texnologiyadan istifadə etməkdən çəkinirlər və Y variantı, komanda şəklində işləməkdən imtina edirlər. Əslində hamısı məntiqsizdir. O zaman biz mətnə baxmalıyıq. Görək mətndə cümlənin ardından nə gəlibsə, onu götürək. Onların işdən ayrılma səbəbləri. Baxın, birinci hissədə yazılıb. Burada turnover bizim açar sözümüz olduğuna görə əsas açar sözümüz bu hissəyə baxacağıq. Turnover'ın onlar arasında geniş şəkildə yayılmaqlarının səbəbi nədir? Lack of loyalty. Deməli, onların sadiqliyinin az olması, yəni iş yerlərinə sədaqətli davranmamaqları turnover səbəbidir. Onda elə burada cavab olacaq C variantı. Görürsünüz, birincidən əslində məntiqlə çıxdıq, amma həmişə məntiqlə yazmaq doğru olmur. Bunu göstərmək istədim. Ona görə də diqqətli olun. Əslində bizə lazım olan məntiq yox, cümlənin ardından mətndə nə gəlirsə həmin cavabdır. Keçirik 13-cü suala. Why are flexibility and remote work important for millennials? Deyir ki, niyə çeviklik, flexibility çeviklikdir də, yəni vaxtı istədiyimiz kimi dəyişmək və işi uzaqdan eləmək vacibdir onlar üçün. Niyə vacibdir? Baxın, burada hansısa bir abzasda bununla bağlı danışır. İşlərin uzaqdan idarə olunması, yəni onlar ofisdə keçirdikləri saatı əsas hesab eləmirlər. Onlar uzaqdan da işi idarə eləyə bilərlər. Biz bu hissəni tapmalıyıq. Demək olar ki, bayaq cavab tapdığımız hissədə qeyd olunub yenidən. Deməli, onların əsas məqsədi odur ki, işə flexible yanaşa bilərlər. Nəticədə deyir, onlar işə flexible yanaşırlar, uzaqdan idarə edirlər. Əsas məqsəd burada nədir? Əsas gəlirlərin doğru olması. Onlar əsas nəticəyə fokuslanırlar. Yəni məsuliyyətlərinə, işin pozitivliyinə, hətta yuxarıdakı abzasda da yazmışdı, ofislərdən daha çox məhsulların nəticəsinə, məhsuldarlığa önəm verirlər. Ona görə də uzaqdan işi idarə etmək, indi cümlənin ardını tamamlayaq, idarə edirlər, çünki onlar productivityyə, məhsuldarlığa inanırlar. Daha çox ofisdəki zamanla. Cavab oldu B variantı. Və buna görə də flexible cədvəllərə üstünlük verirlər. 14. Turnover nədir? İşdən ayrılma, yəni işçilərin kütləvi şəkildə işi tərk etməyi. A number of employees leaving a company. Cavab oldu B variantı. 15. Hansı suala cavab var mətndə? Baxaq. What are the main characters of? Onların əsas xarakterləri nədir? Baxın, bununla bağlı heç bir cümlə, heç bir şey yoxdur. Onların xarakteri nədir işdə? Sadəcə bir şey yazıb ki, xarakterdən bağlı, bəs onlara təsir eləyə bilər etik davranışlar və salam. Amma nədən ibarət olduğunu bilmirik. İkinci, niyə onlar dəyişkən iş saatlarına üstünlük verirlər, iş şəraitinə üstünlük verirlər? İndicə yuxarıdakı sualda cavabını tapdıq, çünki onlar işin nəticəsinə önəm verirlər, saatlara yox. 3. Kim yaradıb onlar üçün bu konsepti? Ad yoxdur. 4. Hansı faktorlar onların sadiqliyinə təsir eləyə bilər? Etik davranışlar. Bayaqki sualda da eynisi var idi. Ona görə də etik davranışlar deyir, onların sadiqliyinə, formalaşmasına təsir eləyir. Yəni 2 və 4. 5-də neçə saat işləyirlər həftə ərzində? Ümumiyyətlə belə bir statistika yoxdur. Ona görə cavabı olan suallar təkcə 2 və 4-dür. Belə, artıq ikinci mətni də yekunlaşdırdıq. Ümid edirəm ki, hər bir şey aydın oldu. Hər zamanki kimi aydın olmayan şeyləri rəylərdə sual bölməsinə, şərh bölməsinə qeyd edə bilərsiniz. Keçirik qrammatika hissəsinə. Birinci sualımız zamanlardır. Zamanlar testində bizim bilməli olduğumuz qızıl qaydalardan ən birincisi nədir? Ən birincisi. Bağlayıcıların qaydası. Biz bilirik ki, when və before bağlayıcısını xüsusilə yaddan saxlayırıq. Özündən sonra heç vaxt bitmiş zaman işlənmir. Yəni have, has, had işlənə bilməz bu bağlayıcılardan sonra. When və before bağlayıcısı. C variantında, yəni ikinci boşluğa had olan variantları çıxıram. C, D variantları çıxır. Hətta Y variantı da çıxır. Qaldı A və B variantı. İndi burada bir dənə kiçik bir nüans var. Zaman zərfləri. Hər bir zamanın zərfini əzbər bilmək çox vacibdir. Yet bitmiş inkar cümlələrin sonunda işlənən bir zaman zərfidir. A variantı da doğrudur. B variantı sadəcə yet inkarda işlənir deyə biz burada cavab B variantı götürürük yetə görə. Yəni hadn't left. Uzlaşma yerindədir. Heç bir pozuntu yoxdur. Cavab oldu B variantı. 17. Altından xətt çəkilən hissəyə sual vermək lazımdır. Sən deyir cəzalanacaqsan etdiklərinə görə. Nəyə görə, nə üçün?
Nə üçün sualını verəndə biz what for-dan və yaxud da for what-dan istifadə edirik. Zamanı dəyişə bilmərik. Məhsulda yazılıbsa yenə məhsulda yazılmalıdır. Məsələn, baxın bu will be punished məhsul növdədir. A variantında willin B-si yoxdur. Cümlədən heç nəyə əksiltmək olmaz. Sadəcə altından xətt çəkilən hissəni çıxartmaq lazımdır. B variantı. Biz bilirik ki, sual cümləsinin quruluşu birinci sual əvəzliyi, sonra köməkçi feil gəlməlidir, amma burada mübtəda gəlib. Bu səhvdir. Why ilə heç vaxt for işlənə bilməz. Niyə üçün olmur? What for olur. Nə üçün? C variantı səhvdir. What will you be punished for? D variantı doğrudur. Y variantında isə yenə köməkçi feil yoxdur. Axı sual əvəzliyindən sonra həmişə köməkçi feil gəlməlidir. Ona görə normal söz sırası, zaman uzlaşması, məhsulun qorunduğu, daha sonra söz önlü variant bir dənə D variantdır. 18-ə baxırıq. 18 modal feildir. Variantlarda görülən modal feillər verilib və özündən sonra to işlənən modal feildir. Çox sadə. Can-i çıxıram, to işlənmir. Should-u çıxıram, to işlənmir. Have to ola bilər, ought to ola bilər, are able to da ola bilər. Need-dən sonra təbii ki, modal feil olanda to gəlmir. Amma need əsas feil olarsa, özündən sonra to gələ bilər. Biz indi burada variantda soruşmur ki, düzgün modal feili seçin. Sualı həmişə diqqətlə oxuyun. Əgər sizə desə ki, düzgün modal feilləri seçin, onda need-i də çıxaram ki, need-dən sonra to gəlmir. Amma deyir, doğru variantı seçin. Bəlkə need əsas feil olanda to gələcək, bu da doğru variant olacaq. Buna fikir verin. İndi keçirik cümlənin ikinci tərəfinə. Bax, bu ikinci tərəf boşuna verilməyib. Do, does-la sualı inkarı düzələn hansı modal feil var? Təbii ki, have to-dur bir dənə. Ought to-da da özü ilə düzəlir. Are able to-da da to be-nin formaları ilə düzəlir. Bir dənə have to modal feilində do, does-dan istifadə olunur. Deməli, o biri də elə need imiş. Çünki need də əsas feil olanda özündən sonra to gəlir və need-in əsas olanda sualı inkarı do, does-la düzəlir. Yəni, cavab olacaq burada 3, 5, D variantı. Aydın olmayan bir şey varsa, modal feillərlə bağlı geniş bir video izah var kanalda. Rahat şəkildə açıb baxa bilərsiniz. 19-da biz dialoqu tamamlayacağıq və dialoqda suallar verilib bir növ. Yəni, dialoqun bir tərəfi verilib, o biri yoxdur. Deyir ki, mən 2 filmə baxmışam bu ay və onlardan həzz almışam. İndi mən nə soruşa bilərəm? Deyirəm ki, onlar nə haqqındaydı? Nə filmə baxmısan yəni? Cavab olacaq 3. What were they about? Onlar nə haqqındaydı? O da deyir ki, onlardan biri heyvanlar haqqındadır, digəri də love story-dir. İndi nə sual verə bilərəm? Deyəcəm, hansını daha çox bəyəndin? 1. Which of them did you enjoy more? 3, 1. O da deyir ki, heyvanlar haqqında olanı. Mən belə filmləri sevirəm. Okey, burada artıq dialoq bitdi. Çünki sual-cavab bitdi. Amma cavabda deyir ki, mən itləri daha çox sevirəm. Onda mən nə soruşmalıyam? Deməliyəm, sən hansı heyvanları sevirsən? Hansı heyvanları daha çox xoşlayırsan? 4. O da deyəcək itləri. 3, 1, 4 variantı cavab oldu Y. Belə. 19-cu sualda həll elədik. Keçirik 20. Altından xətt çəkilənin sinonimini tapmaq lazımdır. Deyir ki, o heç bir söz demədən birbaşa oradan ayrıldı, oradan getdi. Birbaşa getdisə directly, cavab oldu B variantı. Lonely tək getməkdir. Burada təkin sinonimi deyil, straight away. Straight away birbaşa düz şəkildə uzaqlaşmaqdır. Suddenly qəflətən deməkdir. Bu da düz gəlmir. Bəzən amma tələbələr qarışdırır. Baxın, burada suddenly yox, yəni suddenly olması üçün qəflətən, anidən elə bir söz olmalıydı. Amma birbaşa deyirsə bu suddenly ola bilməz. Quickly, cəld şəkildə bu da deyil. Slowly, yavaş şəkildə bu da deyil. Sinonimlər cədvəlimizi əzbər bilən tələbələr bilir ki, straight away bərabərdir, directly olmalıdır. Həmin hissədə də bu verilmişdir. Yəni, birbaşa uzaqlaşdı və direkt uzaqlaşdı. Türklər demiş. Cavab oldu B variantı. Burada artıq suallarımız yekunlaşdı. Ümid edirəm hər bir şey aydın oldu. Yenə aydın olmayan nələrsə olarsa, təbii ki, rəy bölməsinə yaza bilərsiniz. Çalışın, sınaqları son artıq 10 gün qalıb. Telegramda paylaşdığım sınaqları hər gün işləyəsiniz və daha sonra belə izahına baxasınız və ümumi təkrarlarınızı daha çox sınaqlarla eləyəsiniz. Online və yəni fərqi yoxdur. Əsas odur ki, sınaqları daha çox işləyin. Həqiqətən imtahanda bunların sizə müsbət təsirini görəcəksiniz. Çünki sınanmış bir vasitədir. Belə, bugünlük bu qədər. Özünüzə yaxşı baxın. Növbəti videolarda görüşərik. Hələlik.